yəni sizin əlinizə, yaxınlarınızın əlinə verilib uşaq. Siz heç deməmişsiniz ki, gedim qəbirstanlıqda görüm mənim balamı harada bastırıblar. O qəbirstanlıq elə yerdir, uşaq qəbirstanlığı da, şəhərdən kənar qıraq yerdir. Onu da mən getməmişəm, tanımıram, bilmirəm. Yox, amma onlar yaşlı adamlardır, əmisi var, dayısı var, qohumları var, qonşular var. Hamının yanında həmən günü də basırılıbdır. Yəni mən Gətirilən bilirəm, günü də mən basırıldı. sizə inanıram. Mən deyirəm ki, bir ananın uşağı ölür, aparıb bastırırlar. Bu ana demir ki, mən gedim bir uşağım görüm harada bastırılıbdır. Bir onun üstünə gedim bir dənə çiçək aparım. İnsanlar ona görə deyir ki, bu ana özü uşağı bir təhər eləyibdir. O bilirdi ki, o uşaq ölməyibdi, ona görə də o qəbirstanlığa getməyibdi. Xoşgədəm xanım, Xalidə xanım Gəncəyə gəlib güya yoldaşına yas verir. Bütün Vidadinin qohumlarına hədə qorxu gəlib ki, mən bu işi belə qoymayacağam, başınıza oyunlaraq gətirəcəm. Güya Vidadiyə yas verir, amma Vidadinin qara bayramından qohumlarını qovub. Deyir, mən verilişdən qurtarıb gələndən sonra burada faciə yaşadacağım. Ona görə elə edir ki, Xalidə bilir ki, uşağı satmağını yoldaşının qohumları yaxşı bilir. Onun üzünə o sözü deyən adamla o bugün düşməndir. Xalidə yəni, yaxşı bilir ki, uşağı kimə satıb. Mən satmamışam. Mən kim idim ki, uşaq satam? O vaxtı mən kiməm ki, balnisanın şəraitində uşaq satmaq olardı. O vaxt heç ola bilməz ki, ananın sağlam doğulmuş uşağı kiminsə əlindən düşür, hansısa bir səbəbdən ölür və o ana çəkilib qıraqda durur. Bu ikinci uşaq idi. Uşağın düşdü deyildi. Millət hamısı oradakılar qışqırdı. Siz ana olaraq qaçıb uşağın üstünə baxım görüm harası yaralanıb. Baxım görüm harasına nəsə olub demədiniz. Sonra verdilər qucağa, alıb qucaqda baxıb balanızı, ölən balanızı, qucaqdan düşən, ölən balanızı qucağına basıb qoxlamadınız, öpmədiniz, ona sarılmadınız. Ölüsünü də yalamalıydınız siz. Vallahi görsətmədilər, apardılar. Mən evdə oldum, onlar apardılar.